Salam, hər vaxtınız xeyir olsun. Biz gəldik, obyektdə uşaqlar bizi qarşıladılar. Burada belə bir şey deyim də. Sizdə burada traplar var, amma traplara uklonlar verilməyib demək olar ki. Çünki bura çökəkdir, amma ora dikdir. Ona görə bura axan su olanda su gəlib orada yox, burada dayanır. Şlifovka ilə isə ideal şəkildə uklon vermək olmur. Bu məsələ də var, əziz qardaş. Yəni deyim biləsiniz. Bu suların uklon məsələsi. Bəzi yerdə gözlərin ki bir çökəklik var. Amma yəni biz buranın şlifovka ilə aşağı salaq, oradakı sular gəlsinlər, tökülsünlər. Bura biraz yəni alınan şey deyil. Real deyil. Ya buradakı su getsin ora şlifovka ilə, onda bu beton nə canı var ki, bunu da bir də qaşıyaq, hələ aşağı salaq 1-2 sm, 3 sm və onun özü də bir əlavə bir xərcdir. Və hətta onu da edəndən sonra hələ burada effektivlik olacaq, olmayacaq, bu sual altındadır, əziz qardaş. Bu məsələnin birinci punktu. İkinci, burada deyirlər ki, bunların üstü rənglənməlidir və künclərinə rezin istəyirsiniz, düzdürmü? Bu rezin deyəsən yox idi orada sorğuda, amma onu da əlavə eləyərik. Gəldik beton vəziyyətinə. Sizdə burada beton, Allah bilir, indi bilməm, 200 markadır ya 150 markadır deyənə. Bu, o vaxtı buranın betonu verəndə yəqin ki, biraz ekonomiya edirlər, çox nahaq yerə də ekonomiya edirlər və bu gətirib burada çox keyfiyyətsiz beton vurublar. İndi bu keyfiyyətsiz betonun üstünə nümunə vurulub, düzdürmü qardaş? Bax, belə deyək də, nümunə də maşallah az deyil, abi 2 mm var aşağısı. Nümunədə heç bir problem yoxdur, boyada heç bir problem yoxdur. Yəni, siz isə burada mənə deyirlər ki, garantiya istəyirsiniz, 10 il, nə bilim, 5 il belə. Yəni, buna, bu epoksidin, bu betonun üstündən qopmasına biz garantiya verə bilərik. 2 il. Amma burada epoksidin qopmasından söhbət getməyibdir. Epoksit burada qopmayıbdır. Epoksit betonu özündən qopardıqdır və gördüyünüz kimi burada bu işə garantiya vermək olar. Yaxşı, amma bu betona biz garantiya verə bilmərik ki, beton özü zəifdirsə, axı onu biz verməmişik ki, bura ona garantiya verək. Məsələ budur. Bu da bir bənddir, deyim biləsiniz. Burada əgər ideal bir iş istəyirsinizsə, bəli, çətin məsələdir. Təzədən buradakı vəziyyət onu tələb edir ki, əgər ideal beton istəyirsinizsə ki, bu uzun ömürlü bir şey olsun və üstündə də epoksit olsun, bunun üstündə təzədən 10 sm və yaxud da ki 8 sm beton verilsə, setka ilə zavoddan gələn 350-400 marka beton verirlərsə, o betonun özünü biz şlifovka, payrovka eləyib, indi videoda sizə göstərirəm. Bax, bu cür eləyə bilərik, sizə verə bilərik, bu birinci variant. Və yaxud da ki, həmən betonun üstünü belə helikopter inəndən sonra şlifovka eləyib, epoksit vurmaq olar, onu da sizə bax, bu da videoda göstərirəm. Amma o biraz çətin söhbətdir, ağır söhbətdir, təzədən bura beton gəlməlidir, beton maşınları, divar basacaq, nə bilim, bura, Amma garantiya deyiləndə biraz, necə deyim sizə, yəni bu betona, altdakı betonu biz garantiya verə bilmərik. Biz garantiya verə bilərik ki, bu epoksit, bu betonun üstündən qopmayacaq. Necə ki, indi qopmayıbdır. Yəni burada bu nümunələrin günahı yoxdur, heç bir günahı yoxdur. Gəldik, nə eləmək olar, onu mən sizə deyim. Bir variant dedim ki, beton verilsə bura, təzədən betonun özünü eləmək olar. Amma vəziyyətdən çıxış yolu kimi nə eləmək olar? Bütün burada olan, vurulan nümunələrin hamısı qaşınmalıdır. Bütün ərazidə olan bütün hamısı betonun üzəri qaşınmalıdır. Ta daşı kimi çıxmalıdır, qeyd olunan kimi. Ondan sonra betonu tərtəmiz yuyub, tozlanlayıb, tərtəmiz, tozsuz vəziyyətdə onun üstünə çox incəldilmiş epoksidin astar qatını vurmaq olar ki, o müəyyən qədər daha dərinə geçsin o epoksid maddəsi, daha dərindən, yəni məsəl üçün bir 4-5 mm dərinə geçsin ki, betonu heç olmasa 4-5 mm dərinlikdə bərkitsin ki, onu da üstünə epoksid vurasınız. Yaxşı, əziz qardaş. Yəni, belə eləmək olar. Onun da təklifi mən sizə verirəm, epoksidin təklifini verirəm. Amma beton istəsəz ki, beton üstünə verə eləyə, onu da verə bilərik. Gəldik trap məsələlərinə. Trapı deyim də sizə, yəni trapı, belə deyim də, burada su qalacaq təbii ki, buradakı su ora gedə bilməz. Siz oturub burada traplara yoxsunuz, buralar ərazi hamısı vanna olacaqdır buralar. Yəni, onu heç məsləhət görmürəm sizə. Temboli bunun üstünə şap vurulubsa, biz burada, məsəl üçün, burada təmir olunmalıdır, belə deyək. Əksinə təmir olunmalıdır, kəsilməli deyil. Yəni, bu suyu məsələsində o da bir problemdir. Bunun uklonu vaxtında düzgün verilmədiyinə görə təzədən buna biz şlifovka ilə uklon vermək, yəni o real bir şey deyil. O belə xət kimi şeylər qalacaqdır. Elə ideal şəkildə uklon verən şlifovka məsələsi yoxdur. Yaxşı, qardaş. Belə, indi biz sizə təklif verərik ki, biz bu vəziyyətdə nə edə bilərik? Amma onu da biz buraxacağıq.
zamanın ixtiyarına. Yəni mən bunu incəldib də betonu təmizləyib, yuyub, dosyalanlayıb da tərtəmiz betona epoksi vursam, beton markası bilinmir də burada. O nə qədər orada dözəcəkdir, onu zaman göstərəcək. 3 il, 5 il, 10 il artıq onu zaman göstərəcəkdir. Yəni mən indidən özümü riskə atıb 5 il, 10 il garantiya verə bilmərəm. Mənşəyi məlum olmayan betonla. Yəni bu dəqiqə bura heç qaşınmayıbdı, amma maşın getdikcə bunun üstü tozu qalxıbdı və altdan daşlar görsənir. Görürsünüz? Ona görə də bura, yəni yalandan mən sizə deyim, pul almağın dərdindən ki, 5 il garantiya verirəm, 2 il garantiya verirəm. Onu mən sizə yalandan deyim. Amma sabahlar deyəsən ki, bəs axı belə deyil, demişdin mənə. Mən bir sıcalı adamam. Yəni yalandan danışmaq haram yoxdur. Belə az qardaş. Və burada uklon normal verilibdir.